Həzrət Hüseyin radiyallahu anh. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin nəvəsi, Həzrət Əlinin ikinci oğlu olan Həzrət Hüseyin hicrətin 4-cü ilində doğulur. Anası Həzrət Muhammed sallallahu aleyhi və səlləmin soyunu davam etdirən tək qızı olan Həzrət Fatimədir. Hüseyin adı ona Peyğəmbərimiz tərəfindən verilib. Hüseyin ərəb dilində gözəl, yaraşıqlı deməkdir. Həzrət Hüseynin ləqəblərindən bəziləri isə Sibt, Nəvə, Seyyid-i Şüəda, Təbil Əmrillah, Allahın əmrinə təslim olan, Zəki və Mübarək idi. Həzrət Hüseyin, Həzrət Muhammed sallallahu aleyhi və səlləmə çox bənzəyirdi. Həzrət Əli bu bənzərliyi belə dilə gətirmişdi. Həsən Rəsulullahı sinəsindən başına qədər olan qismdə, Hüseyin də bundan aşağı olan qismdə çox bənzərdi. Həzrət Hüseynin uşaqlığı Rəsulullahın yanında onun dərin sevgisi və şəfqəti ilə keçdi. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin vəfatının ardınca təhsilini və tərbiyəsini Həzrət Əlinin yanında tamamladı. 5 oğlan, 3 qız olmaqla 8 övladı oldu. Həzrət Hüseyin də böyük qardaşı Həzrət Həsən kimi Rəsulullah sallallahu aleyhi və səlləmin mübarək dizlərində oturaraq onun sevgi dolu könlündən bəhərlənərək böyüdü. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm nəvələrinə qarşı sevgi dolu idi və onlarla zarafatlaşırdı. Bir qrup səhabə Rəsulullah ilə birlikdə əleyhissalatu vəssalam dəvət edildiyi bir qonaqlığa getdilər. Yolda nəvəsi Hüseynə rast gəldilər. Uşaqlarla oynardı. Rəsulullah sallallahu aleyhi və səlləm uşağı görəndə irəliləyib cəmaatın önünə keçib onu tutmaq üçün əllərini açdı. Uşaq isə sağa sola qaçmağa başladı. Rəsulullah da onu təqlid edərək sağa sola qaçdı. Uşağı tutana qədər arxasınca qaçdı. Tutanda əllərinin birini çənəsinin altına, digərini də boynuna qoyub öpdü. Və Hüseyin məndəndir, mən də Hüseyindənəm. Kim Hüseyini sevirsə Allah da onu sevsin. Hüseyin siplərdən bir sipdir, buyurdu. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir hədisdə belə buyurmuşdur. Həsən və Hüseyin cənnət əhlinin gənclərinin 2 seyyididirlər. Həzrət Hüseyin radiyallahu anh Allah sevgisi ilə dolu, igid, gözəl əxlaqlı, mərhəmətli və cömərd idi. Həzrət Hüseynin qardaşı Muhammed ibn Hanifiyyə yazdığı vəsiyyətnamədə belə buyurur. Bütün insanlar bilsinlər ki, mən məqampərəst, mövqepərəst, fitnəçi və zalım deyiləm. Mənim belə hədəflərim yoxdur. Mənim qiyamım islah etmək üçündür. Cəddimin ümmətini islah etmək üçün qiyam edirəm. Mən marufu əmr etmək və münkəri uzaqlaşdırmaq istəyirəm. Yenə başqa sözlərlə, mən azğınlıq, məqam, fitnə çıxarmaq və zülm etmək üçün Mədinədən ayrılmadım. Mən cəddimin ümmətini islah etmək, marufu əmr, münkəri uzaqlaşdırmaq, cəddim Rəsulullahın və atam Əlinin yolu ilə hərəkət etmək üçün qiyam etdim. Həzrət Hüseynin şəhadəti. Həzrət Hüseyin 10 il imamlıq etdi. Təxminən 6 ay istisna olmaqla bu müddət çətin şərtlər və ən ağır təzyiqlər altında keçdi. Həzrət Hüseyin 681-ci ildə Məhərrəm ayının 10-cu günü qohumlarından 72 mübarək şəxslə birlikdə Kərbalada şəhid edildi. Həzrət Əlinin şəhadətinin ardınca xilafət Muaviyyənin əlinə keçmişdi. Muaviyyə oğlu Yezidin özündən sonraki xəlifə olaraq qəbul edilməsini hələ həyatda ikən zəmanətə almağa çalışdı. Tərəfdarlarına Yezidə bağlılıq andı içdirdi. Yezid hakimiyyətə gələndə ilk işi olaraq Mədinə valisinə bir məktub yazaraq Həzrət Hüseynə deyil, özünə itaat edilməsini, əks təqdirdə bunu canı ilə ödəyəcəyini bildirdi. Bu arada Həzrət Hüseyin də Küfəlilərdən özlərinə bağlılıqlarını ifadə edən məktublar alırdı. Həzrət Hüseyin bu təkliflərdən sonra yanındakilarla birlikdə Küfəyə yola çıxdı. Küfə yaxınlarındakı Kərbəlada düşərgə saldı. Yezid 30 min nəfərlik ordunu Həzrət Hüseynin üzərinə göndərdi. Həzrət Hüseyin və mübarək ailəsi əvvəl tamamilə susuz buraxıldı. Daha sonra Həzrət Hüseynin hələ də 6 aylıq oğlu olan Əliəskər belə oxla vurularaq şəhid edildi. Həzrət Hüseyin və 72 yoldaşının şəhadətinin ardınca onlarla birlikdə olan qadınlar və uşaqlar Yezid tərəfindən əsir alındı. Əsir alınıb illərdə həbsxanada saxlanılanlar arasında
Həzrət Hüseynin bacısı Həzrət Zeynəb ve oğlu Zeynal Abidin de var. Hazreti Hasan Hüseyin benim ceddimdir. Ben onları şehit edenlere lanet ediyorum. Allah'ın laneti üzerlerine olsun. Ama yas tutmam. Benim aslan dedelerim, Hazreti Ali de şehit oldu, Hazreti Hamza da şehit oldu. O onların yiğitliğidir. Koç yiğittir onlar. Ve biz her zaman şehitler verdik. Yas tutmadık. Tabii. Şehit için yas tutulmaz. Şehit için iftihar edilir. İftihar ediyorum ben onlarla inşallah. Ama sevgiyle yad ederiz, hürmetle yad ederiz. Onlar bizim canımız, ciğerimiz. Onlar cennet ehlinin seyitleri inşallah. Peygamberimizin ifadesiyle. Həzrət Hüseynin şəhadətini mübarək Peyğəmbərimiz möcüzəvi bir şəkildə xəbər vermişdi. Rəsulullah bu şəhadəti belə danışmış və tam da danışdığı şəkildə baş vermişdi. Allah Rəsulü bir gün yatmışdı. Əlində qırmızı bir torpaq vardı. Ey Allah Rəsulü, bu torpaq nədir? Deyə soruşdu. Buyurdu ki, Cəbrail Hüseyni nəzərdə tutaraq onun İraq torpaqlarında şəhid ediləcəyini söylədi. Bu torpaq oranın torpağıdır. Hüseyni nəzərdə tutaraq bu oğlum Kərbəla adlanan yerdə şəhid ediləcək. Onu burada görən ona kömək etsin. Bundan sonra Ənəs Əl-Haris Kərbəlaya getdi, Hüseyin ilə bərabər orada şəhid edildi. Resulullah'ın torunları, Fatma anamın gülleri, Kerbela'nın şehitleri, İmam Hasan Şah Hüseyin, İmam Hasan Şah Hüseyin, Kerbela'nın şehitleri, İmam Hasan Şah